Qəşəng, əla, super. Gəlin başlayaq. Oldu. Şükür sənə ilahi. Deməli belə. Uşaqlar, biz sizinlə ən son dördbucaqlının, mən bilən, daxili bucaqlarının cəmindən danışmışdıq ki, neçə dərəcə olur dördbucaqlının daxili bucaqlarının cəmi? 360. Tamamilə doğrudur. Uşaqlar, indi biz o dördbucaqlılar ailəsini çox geniş tanıyasıyıq. Çox geniş, tamam mı? Dördbucaqlılar Rəsul səsi bağla. Ay sənin canın yanmasın. Deməli, biz o dördbucaqlılar ailəsində kimlər varsa, onlar haqqında bütün məlumatları öyrənəsiyik. Gəlin başlayaq. Deməli, qoçaqlar, birinci başlayırıq kvadratla. Yazın dəftərinizə kvadrat və bilənlər orada əl qaldırsın, mən kimdənsə soruşacağam. Kvadrat. Yazın dəftərinizə 1. Kvadrat. Bircə dəqiqə qələm yazma da. Yenə gözləyin. Yazın dəftərinizə kvadrat. Xədicə. Kvadrat. Kvadrat. Dən gözləyin. Cücəni infaq keçirtdilər. Video qeydi də açaq. Kvadrat. Kvadrat uşaqlar. Kim danışmaq? Səma nəzərlə əl qaldırıbdı. Səma, de görüm, kvadrat haqqında nə bilirsən? Kvadratın 4 təpəsi, 4 tərəfi var. Kvadratın perimetr düsturu və sahə düsturunu deyəcəm. Perimetr düsturu A vurulsun 4, sahə düsturu isə A vurulsun A-dır. Bəli. Yaxşı, yazın dəftərinizə. Kvadratın 4 təpə nöqtəsi var. Kvadratın 4 təpə nöqtəsi var. 4 təpə nöqtəsi. Xəsə yazın. Kvadratın 4 təpə nöqtəsi var. Kvadratın 4 təpə nöqtəsi var. Məryəm Su, yaz. Kvadratın 4 təpə nöqtəsi var. Gedib səyyarəyə çatdırasan, canını alacağım ha sənin. Yaxşı? Mən burada video çəkirəm, sizin üzünüzü unutmayım deyə. Yaxşı. Qəşəng çək. Deməli belə. Uşaqlar, 4 təpə nöqtəsi var. Kvadratın hər bir daxili bucağı 90 dərəcədir. Uşaqlar, yazın dəftərinizə. Kvadratın hər bir daxili bucağı Kvadratın hər bir daxili bucağı Məryəm deyəsən çox gözəl anılar saxlayır, birikdirir daha da. Bəli. Kvadratın hər bir daxili bucağı 90 dərəcədir. Yazın. Kvadratın hər bir daxili bucağı 90 dərəcədir. Kvadratın hər bir daxili bucağı 90 dərəcədir. Kvadratın hər bir daxili bucağı 90 dərəcədir. Uşaqlar, 90 dərəcə əlaməti də baxın, görürsünüz bu işarəni. Bu işarəni görürsünüz bunu. Baxın, bu 90 dərəcə deməkdir. Bu 90 dərəcə deməkdir, tamam mı? Bəli. Yazdıq da, yeganəm yazdıq da bizim. Damla. Kvadratın təpə nöqtəsi var və hər bir daxili... Yuxarıda 15-dən 16-ya bax. Nə? Yuxarıda say 15-dən 16-ya bax. Deyəsən kimsə gəldi. Müəllim Xədicə gəldi. Hə, Xədicə çıxmışdı, gəldi. Aynur da yoxdur. Aynur icazə alıb, dünən yazmışdı axı qrupa. Hə, görməmiş. Müəllim, siziniz var işiniz axı, o kisəcək sizə. Ben nə var, mən demişdim də bugün açacağım. Aynur'a göndərərik. Yaxşı, Aynur onsuz mən hər daim izləyir. Yaxşı, uşaqlar, deməli, kvadratın hər bir daxili bucağı 90 dərəcədir. Uşaqlar, kvadratın neçə dənə simmetriya oxu var, kim bilir? Neçə dənə? Mən 4 dənə. 4 dənə. 4 olmalıydı. 4 dənədir. Bu
Bu illəri buraxılış imtahanına, 11-lərin buraxılış imtahanına düşmüşdü. Kvadrat yox da düzbucaqlı düşmüşdü. Simmetriya oxlarının sayını soruşurdu. Yəni sizə də düşəcək gələcəkdə. Bu 11-in sualı idi. Mən bir 11-ci sinifdəyik. Canını alacağım səni. Sən də alacaqsan da 11-ci sinif. Birdən-birə hoppalasan 11-ə. Deməli, uşaqlar, kvadratın 4 simmetriya oxu var. Yazın. Kvadratın 4 simmetriya oxu var. Mən çoxdan sizin yazdıracağınızı düşündüyüm üçün çoxdan yazmışam mən. Oo, qəşəng. Sağ ol səni. Deməli belə, kvadratın 4 simmetriya oxu var. Yazdıq. Kvadratın 4 simmetriya oxu var. Tamam. Qoçaqlar, indi bunlar elə bir kvadrat haqqında olan məlumatları idi. İndi kvadratın 4 tərəfi də bir-birinə bərabərdir. 4 tərəfi də bir-birinə bərabərdir. Məryəm Sunun arxasında olan balaca cücə kimdir? Deməli, Mənim xalam qızıdır. xalan qızıdır. Öpürəm ondan. Deməli belə, uşaqlar, kvadratın 4 tərəfi də bir-birinə bərabərdir. Kvadratın tərəflərinə gəlin A santimetr deyək. Uşaqlar, kvadratın perimetri Əhməd. Perimetr yəni P hərfi ilə işarə olunur. Perimetri tapmaq üçün tərəfi 4-ə vuracaqsınız. Yaxşı. Kvadratın perimetrini tapmaq üçün tərəf nədirsə 4-ə vurursunuz. Tamam mı? Zəhra tamam mı? Yazdıq? Bəli. Tamam. Deməli, kvadratın perimetrini tapmaq üçün tərəfi 4-ə vurmaq lazımdır. Sonra keçirik sahəyə. Uşaqlar, sahəni tapmaq üçün tərəfi tərəfə vurmaq lazımdır. Baxın, yazın dəftərinizə. Kvadratın sahəsini tapmaq üçün sahə S hərfi ilə işarə olunur. Rəsul. Sahə S hərfi ilə işarə olunur. Kvadratın sahəsini tapmaq üçün tərəfi tərəfə vurmaq lazımdır. Yaxşı? Yəni tərəf 5-dirsə 5-i 5-ə vurursan. 10-dursa 10-u 10-a vurursan. 100-dürsə 100-ü 100-ə vurursan. Tamam mı Xəsəl? Yazdıq mı dəftərimizə? Mən həddən səsi baxan siz sona olsa deyəcəksiniz ki, səsi bax. Yaxşı bilirsən işin. Tamamdır. Deməli belə. Bunlara bax. Ay sizin canınız yanmasın dala. Sonra deyirlər müəllim niyə kamera açmır? Yaxşı, neysə. Uşaqlar, yazdıq da bunu. Kvadratın perimetrini və sahəsini necə tapırıq? İndi gəlin sizə misallar. Damla. Damla niyə kamera bağlıdır? Damla. Açın. Bəli. Tərəf 5 olarsa perimetr və sahəni tapın. Tərəf 8 olarsa hesablamağa başlayın ha. Sizi gözləyirəm. Başlayın. Tərəf 8 olarsa perimetr və sahəni tapın. Müəllim, o qədər də çox rəqəm vermir. Verəcəm, yazacaqsınız. Nə oldu? Tənbəlləşmisən sən? Yox, müəllim. Dəqiq olsun. Uşaqlar, bir şey soruşum sizdən. Məktəbdə simenləriniz bəllidir artıq. Hansı simen? Məndə bəllidir. Mən bir o səhər siməyindən başqa heç şey yox. Gözlüyüm dənə. Səhər simeni olanlar əl qaldırsın məktəbdə. Əl qaldırsın. Səhər simenləri əl qaldırsın. Səhər simenləri əl qaldırsın. Pek bilmirəm, amma 7-ci sinif səhər simeni olur. Mən səhər simenləri deyəsən orada əl qaldırmaya Necə Xədicə? Tam deyilmi? Tam deyilmi? Yaxşı. Tamam. Müəllimə, onda onsuz da bizdə bir qrupdur. Sadəcə bütün məktəb səhər gedir. Biz bölünmürük. Yaxşı, günorta simeni olanlar əl qaldırsın. Günorta simeni olanlar əl qaldırsın. Tamam. Qrupunuz ikiyə bölünəcək çünki səhər bir də günorta. Ona görə mən bilim ki kimlərdir. Yaxşı. Uşaqlar, neysə yazın. Tərəf Mən 2 nəfər günorta simeni.
Necə? 2 nəfər günorta. Yox, 2 nəfər deyil, çoxdur. Əgər sayda bərabərsizlik olsa, onsuz təzə uşaqlar gələcək sentyabrdan. Sizin qrupunuzu 2-yə böləsik. Hər qrupda maksimum 10 ilə 15 arasında uşaq ola bilər. Ondan artıq olmayacaq. Deməli. Hadi bakalım, hesablayın, sizə gözləyirəm. Müəllim, hamı yazıb qutarandan sonra ən axırda əl qaldıraq. Bəli. Həm sahəni tapırsınız, həm də perimetri, ha. Sema hesablayın. Kiminsə səsi açıq daha. Resul, hiç şaşırmadım. Resul evdə təksən? Mən yox. Deyirəm birdən səsi açıq qoyursan ona görə. Ben ne kadar yazdınız? Əslində azsınız. Neçə nəfərsiz görün mən burada? Siz deməli 15 nəfərsiz. 15 dənə bəs. Yaxşı, yazın. İndi əlləri salın aşağı. Əlləri yazın dəftərinizə düzbucaqlı. Deməli belə. Uşaqlar. Düzbucaqlı, düzbucaqlı. Baxın budur. Evinizin salonu. Mən evimin salonu bundan böyükdür. Yaxşı, biraz böyüdür. Bu onun Ya miqyası. mən bundan da böyükdür. Yəni də atma. Miqyasdır bu. Deməli belə. Uşaqlar, indi bu düzbucaqlıdır. Düzbucaqlının yazın dəftərinizə. Qarşı tərəf Rəsul, səsi bağla. Deməli, düzbucaqlının qarşı tərəfləri bərabər olur. Yazın dəftərinizə. Düzbucaqlının qarşı tərəfləri bərabər olur. Düzbucaqlının qarşı tərəfləri bərabər olur. Mən çəkdiyimi də siz də çəkin. Düzbucaqlının qarşı tərəfləri bərabər olur. Ailə makiyaj fırçaları ilə dərsə qoşulmazdan. Ya müəllim, mənim sizi çəkirəm deyə qoymuşam. Ay sənin canın yanmasın. Yaxşı. Gözəl çək. Deməli belə. Uşaqlar, düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabər olur. Düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabər olur. Uşaqlar, A bunun enidir. Eni. B isə uzunluğudur ha. Uzunluq. Tamam mı? A eni B uzunluğu. Uşaqlar, Müəlliməm, bəli qızım. o düzbucaqdan sonra piramidaya keçəcək. Sən piramidan var orada. Konus, piramida, sonra bu. Bizim şəkilimizi kosmosa göndərirlər, qaytarmır. Var mən bir tane silindir. Hə, nə gözəldir. Onlar şəkillərini çəkib mənə göndərərsə hamısını bir yerdə. Müəllim, siz demədən mən deyim, Resul səsi bağlı. Deməli belə, uşaqlar, düzbucaqlının eni A, uzunluğu B-dir. Damlam qızım, düzbucaqlının deməli sahəsini tapmaq üçün enini uzunluğuna vurmaq lazımdır, tamam mı? Yəni misal üçün eni 5-dir, uzunluğu 10-dur. Sahəni soruşmaq üçün 5-i ona vurursan. Tamam mı? Yazın. Deməli belə. Sahəsini tapmaq üçün enini uzunluğuna vurmaq lazımdır. Perimetrini tapmaq üçün isə kim bilir əl qaldırsın sənə? Muxtar de. Ay, sal balı. Tamamdır. Tamamilə doğrudur.
Uşaqlar, düzbucaqlının perimetrini tapmaq üçün eni ilə uzunluğunu toplayıb 2-yə vuracaqsan. Ha, tamam mı? Düzbucaqlının perimetrini tapmaq üçün eni ilə uzunluğunu toplayıb 2-yə vurursan. Tutaq ki, sizə eni 5 verilib, uzunluğu 10 verilib. Sahəsini soruşursa 5-i vurursunuz 10-a 50. Perimetrini soruşursa 5 ilə 10-u toplayırsınız, 15 eləyir də. Vurursunuz 2-yə. Bu da eləyir 30. Anladıq mı? Başa düşdük mü? Çatdı mı bizə? Tamam. Müəllimə, Bəli qızım, de. müəllimə eni ilə uzunluğu toplayır. Müəllimə 2 oradan gəlir. Əslində çiçəyim, bax, perimetr demək çəpərin uzunluğunu tapmaq deməkdir. Yəni bunun 2 dənə uzunluğu var, 2 dənə eni var da, elə deyil. Ona görə deyirəm ki, eni ilə uzunluğunu topla 2-yə vur da, day. Başa düşdün? Bəli, müəllimə, başa düşdüm. Tamam. İndi uşaqlar, bunu silirəm. Bunu silirəm. Yazın ki dəftərinizə, bu imtahana düşmüşdü. Bu ilin buraxılış sualı. Məleykə xanım buna 2 saniyəlik imtahan sualı deyildi. Yazın dəftərinizə. Düzbucaqlının. Dərs var. Bir dərsdə görsən neçə dəfə mən o sözü dedim, rəssam, hə? Müəllim, dərs başlayandan çəkirəm video sayıb deyərəm. Yes. Deməli belə, uşaqlar, düzbucaqlının 2 dənə simmetriya oxu var. Yazın dəftərinizə. Əzbər soruşacağıma gələn dərs hamıdan. Düzbucaqlının 2 dənə simmetriya oxu var. Simmetriya oxu var. Düzbucaqlının 2 dənə simmetriya oxu var. Düzbucaqlının 2 dənə simmetriya oxu var. Düzbucaqlının hər bir daxili bucağı 90 dərəcədir. Hər bir bucağı 90 dərəcədir. Yazın. Hər bir daxili bucağı, 90 dərəcədir. Hər bir daxili bucağı 90 dərəcədir. Səma Nəzərli, Məryəm Su, Ayan. Açın kameralarınızı. Baxın, müəllim də açıb da. O qədər şübhən saldınız, müəllim də açıb da. Siz də açın. Səlimim, bir dənə gülün də. Gülməyimi istəsə, güləndə çəkəcəksə. Hə? Yaxşı. Deməli belə. Uşaqlar, yazdıq da dəftərimizə. Silə bilərəm? Bəli. Tamam. Bunları silirəm. Gəlin davam eləyək. Deməli, uşaqlar, indi bu məlumatı verirəm. Bu məlumatı sizin sinif yoldaşlarınız məncə bilmirlər. Çünki bu yuxarı sinifdə deyilir. Yazın dəftərinizə. Düzbucaqlının daxilinə. Yazın. Düzbucaqlının daxilinə. Yəni içinə. Çevrə çəkmək mümkün deyil. Çevrə çəkmək mümkün deyil. Mümkün deyil. Yaxşı. Heç vaxt düzbucaqlının içinə çevrə çəkə bilməzsən. Düzbucaqlının içinə çevrə çəkmək mümkün deyil. Nərmin, sən Əminə gildəsən, yoxsa yox? Bəli, mən Əminə gedəyim. Əminə buradadır. Mən xeyli yatıb. Hə, yaxşı, şükür Allah, gəlsə şübhə salacaq. Deməli, çevrə çəkmək mümkün deyil. Amma, yazın. Çölünə çəkmək mümkündür. Ay, sağ ol. Xaricinə. Yəni çölünə, çölünə çevrə çəkmək mümkündür.
Yaxşı. Yəni çevrə çəkmək çölünə olur, amma içinə olmur. Uşaqlar, bir dənə kvadrat dərsində yazın ki, kvadratın həm xaricinə, həm də daxilinə çevrə çəkmək olur. Kvadratda olur, içinə də olur, çölünə də olur. Yazın, kvadratın həm daxilinə, həm də xaricinə çevrə çəkmək olur. Kvadratın həm daxilinə, həm də xaricinə çevrə çəkmək olur. Kvadratın həm daxilinə, həm də xaricinə çevrə çəkmək olur. Kvadratın həm daxilinə, həm də xaricinə çevrə çəkmək olur. Neyse, bitti. Düzbucaqlıdan da bu qədər. Uşaqlar, indi yazaq dəftərimizə. Romb. Romb. Deməli, romb. Kim rombu tanıyır? Əl qaldırsın görüm. Rombu tanıyanlar. Qəşəng əksəriyyət tanıyır. Əla. Uşaqlar, rombun da 4 tərəfi bir-birinə bərabər olur. Rombun da 4 tərəfi bir paxlava da bildiyiniz romb paxlavadır. Rombun 2 simmetri oxu var idi. Neçədə nədir görəsən? 10 qarışdırdım, ona görə soruşdum. Mənim 4 dənədir. Mənim 1. Kim özündən əmindir, neçədən olduğunu bilir. Müəllim 2 deyirəm. Mən 4. Müəllimə 1. Mənim 4. Mən 4. Mənim 1. 4. Yaxşı, 2 dənədir. Yazın dəftərinizə. Rombun 2 simmetri oxu var. Rombun 2 dənə simmetri oxu var. Rombun 4 tərəfi də bir-birinə bərabərdir. Resul səsi bağla. Rombun 4 tərəfi də bir-birinə bərabərdir. Rombun 4 tərəfi də bir-birinə bərabərdir. Yaman istidir ha. Siz tərəfdə də istidir yoxsa yox? Çox. Deməli. Deyirlər cənnət altındadır. Muxtar qoymadı demək amma. Hə Muxtar de. Yes. Deməli, rombun 4 tərəfi də bir-birinə bərabərdirsə, perimetr onda 4 vurulsun adı. Yaxşı. Nədir qrupda söhbət eləyirsiniz? Siz canınız yanmasın. Telefonum şok keçirdi. Deməli belə. Rombun 4 tərəfi də bir-birinə bərabərdir. Perimetri də 4 vurulsun A ilə hesablanır. 4 vurulsun A ilə hesablanır. De qızım. Müəllim, sizə yazdım mesajı oxudunuz. Onu dərsin sonunda deyəcəksiniz. Bəli qızım, deyəcəm. Deməli belə. Rombun perimetri 4 vur A ilə hesablanır. Xədicəm, kimsə amma bir nəfər yoxdur ya aranızda. Kim yoxdur görürsən? Zəhralar burada, Səmalar burada. Muxtar deyəsən. Hə, Muxtarın bayaqdan seti gedir. Yəqin çıxıb təzədən girəcək. Tamam. Perimetri 4 A ilə hesablanır. Uşaqlar, yazın ki, rombun qarşı bucaqları bir-birinə bərabər olur. Rombun qarşı bucaqları bir-birinə bərabər olur. Qabaq-qabağa olanlar. Yəni, bura misal üçün 50 dərəcədirsə, burada 50 dərəcədir. Yaxşı. Rombun qarşı bucaqları bir-birinə bərabər olur, Zəhra. Muxtar, rombun qarşı bucaqları bir-birinə bərabərdir. Rombun qarşı bucaqları bir-birinə bərabərdir. Yazın.
sesi bağla, Rəsul səsi bağla. Deməli belə. Rombun qarşı bucaqları bir-birinə bərabərdir. Müəllimə, Buyur qızım. müəllimə bizə tapşırıq verəcəksiniz. Bə 100%. Yəni indi tapşırıq yazacağıq. Hə, indi də yazacaqsınız. Bəli. Mən deməkdir ki, bizə tapşırıq vermir. Biz gedib evdə sərbəst oturaq. Başqa da arzun var sənin? Səsi bağla. Mən qalsın oturursan. Yox, xışıltı gəlir. Ona görə deyirəm, ağlım. Yoxsa belə problemi yoxdur. Gəlin Məndən sizə bir dənə danışmama. sübut. Yaxşı, gəlin sizə bir dənə sübut. Hamı səsini açsın. Hamı səsini açsın. Nə hamı səsini açsın? Açsın səsinizi. Mən Açın səsini. açdım. Açın səsinizi. Hə, beləncə olanda dərs keçmək olar sizcə? Hə? Olmadı elə. Yoxlama 1-2-3, yoxlama 1-2-3. Ona görə bağlayın səsinizi. Hani yoxlama görürəm. Hə, görürsünüz, ona görə deyirəm də səsləri bağlayın. Bağlayın səsləri. Rəsul bildin niyə bağlatdırıram indi? Yaxşı, bağlayın səslərinizi. Müəllim, kameranızı bağlamısınız ki? Nağarım, açıyorum yəni. Bəs demədiniz də olmacan açıram. Açacağım indi, açacağım. Narahat olma. Deməli belə. Oxusa bu müəllimənin izini gördü o bizə bəs. Bəli. Orada bayaqda kameraya çəkirdilər, bəsdir. Deməli uşaqlar, qarşı bucaqlar bərabərdir. Perimetri də dedik. Rombun sahəsini tapmaq üçün tərəfə çəkilmiş hündürlüyə vurmaq lazımdır. Yazın dəftərinizə. Rombun sahəsini tapmaq üçün tərəfə çəkilən hündürlüyə vurmaq lazımdır. Yaxşı. Deməli belə. Romb haqqında onu deyə bilərik ki, uşaqlar, rombun xaricinə çevrə çəkmək olmur. Yazın dəftərinizə. Rombun xaricinə çevrə çəkmək olmur. Rombun Bir də daxilinə çəkə bilərik, xaricinə olmaz. bəli, daxilinə çəkə bilərik içinə, amma çölünə olmaz. Deməli, rombun xaricinə çevrə çəkmək olmur. Xaricinə çevrə çəkmək olmur. Xaricinə çevrə çəkmək olmur. Amma daxilinə çevrə çəkmək olur, bəli. İçinə çəkmək olur. Yazın dəftərinizə, dəqiq yazın. Xaricinə çevrə çəkmək olmur. Daxilinə çevrə çəkmək olur. Bu da arxa fonu necə dəyişirdilər sizdən? Siz bilərsiniz. Müəllim Hindistanı yoxsa o parkı dəyişmək istəyirsiniz? Qoydum. Mən orada bir dənə Eyfel qülləsi mənzərəli bir dənə şəkil var, mən onu qoy. Elə. Yazın. Xaricinə çevrə çəkmək olmur, amma daxilinə çevrə çəkmək olur. Və Səlim müəllim, siz quş saxlayırsınız. Yox, amma quşları deyəsən saxlayırıq həqiqətən də. Çöldə var, yəni. Onlar da bizim Dedim ki, ailəmizin bir parçası. oyunda bizə Baxın bu arxa fon deyirdi. Parisə gedək. Yaxşı, başım gözüm üstə. Gəldim mən də Parisə. Gəlin bunu manifestləyək, Parisə getmək. Deməli belə. Uşaqlar, indi deməli yazdıq dəftərimizə. Xarici çevrə çəkmək olmur, amma daxilinə çevrə çəkmək bəli olur. Yazdıq. Tamam. Bəli. Bəli yeganəm. Telefonu zərtliyə qoysam olar, zərt qısaltdığına görə. Olar. Yaxşı, olar. Deməli uşaqlar, indi söhbət paraleqramdan gedir. Sonuncu fiqurumuzdur. Ondan sonra misallar yazaq. Deməli, paraleqram yazın dəftərinizə. Paraleloqram da adı. Paraleloqram. Paraleloqram. Yazın dəftərinizə. Mən bundan sonra haftaya keçeyim.
Bundan sonra Rəsulun səsini necə bağlaya bilərik qaydasını keçəcəyik. Deyəcəm Rəsul. Mən hələ də bağlamıram. Çox sevirik o səs açıq qalma. Mən də sevirəm. Sadəcə xışıltı gəlir deyə deyinirəm. Qalsın yaxşı açıq. Heç də demirəm, qalsın. Deməli, paralelogram. Şolar, Nərmin, Xəsay, Əhməd, Xədicə. Paralelogramın yalnız qarşı tərəfləri bir-birinə bərabərdir. Düzbucaqlı kimi. Şolar, yazın dəftərinizdə. Paralelogramın Bağla səsi. Bağla səsi. Xışıltı gəlir. Deməli, paralelogramın qarşı tərəfləri bir-birinə bərabərdir və paraleldir. Paralelogramın ayağın rəssam oldu. Deməli belə. Paralelogramın qarşı tərəfləri bir-birinə bərabərdir və paraleldir. Semagizm yazın. Mən Paralelogramın qarşı tərəfləri bir-birinə paralel və bərabərdir. Əhməd, Xəsay, Məryəm Su və Fındıq. Deməli belə. Paralelogramın qarşı tərəfləri bir-birinə paralel və bərabərdir. Yazdıq. Yaxşı yazdıq. Müəllim Hicayan. yazıq. Müəllim təsəlliyin də. Tamam, təkrardan deyirəm. Paralelogramın qarşı tərəfləri bir-birinə bərabərdir və paraleldir. Mən bütün başımda şapkalı. Nə? Rəssam Bütün başımda. Ayandır, ayan. Rəssam olacaq ayan. Deməli, yazın dəftərinizə paralelogramın qarşı tərəfləri bir-birinə paralel və bərabərdir. Müəllim, bundan sonra misal verib bizi qovacaqsınız. Təxmini hə, amma hələ bitirməmişik paralelogramı danışaq sonra. Belə soruşdum. Tamam. Deməli belə. 16 ödədən az qalıb ona görə. Yox, problemi yoxdur. Vaxtımız var, narahat olmayın. Deməli, Amma qoçaqlar. yalanlar, mən də Yaxşı da, yaxşı boy. Rəsul. İkinci Məhəmməd olub və başıma. Deməli, uşaqlar, paralelogramın perimetrini tapanda yenə də tərəflərini toplayıb ayan 2-yə vuracaqsan. Məryəm Su, Əhməd, paralelogramın perimetrini tapanda enli uzunluğunu toplayıb 2-yə vurursan. Yaxşı? Bu dəqiqə pəncərənin qarşısında bütün heyvanlardan var desə. Hansı heyvan axtarsaz var bu dəqiqə orada? mən ördək balası var. Tısbağadan tutmuşam. Lan heyvanlar infak keçirdir. Sonra bizdə də olur arada kənddə. Babam kur gətirib balıq. Bəli. Yaxşı. Perimetrini tapmaq üçün damla yazdıq. Müəllim, göstərə bilməz. Kompüteri beləcə aparacağam. Yaparım müəllim. Yox. Deməli belə. Perimetrini Vallahi tapmaq üçün ördəyini çəkdim. yaxşı yazın. Perimetri tapmaq üçün toplayıb 2-yə vurmaq lazımdır. Yazdıq Nərmin. Tamam. Xədicə. Uşaqlar, sahəsini tapmaq üçün isə sözlə yazın. Paralelogramın sahəsini tapmaq üçün tərəf və tərəfə çəkilən hündürlüyü bir-birinə vurmaq lazımdır. Müəllim, A-nı hündürlüyə vurmaq yaza bilməliyik. Bəli, amma sözlə deyək, çünki sən B də ola bilər. B-yə çəkilən hündürlüyə vurmalısan o zaman. Ona görə yazın ki, paralelogramın sahəsini tapmaq üçün tərəfə çəkilən hündürlüyə vurmaq lazımdır. Xəsən yazırsan da yəqin ki. Mən Müəllim, sahəsini tapmaq üçün tərəfi tərəfə Çəkilən hündürlüyə vurmaq lazımdır. Deməli, mən sahəni altı aldım. bir də təkrar edirəm, inşallah bir dənə səsi bağlayım. Paralelogramın sahəsini tapmaq üçün
Deməli, tərəfə çəkilən hündürlüyə vurmaq lazımdır. Tərəfə çəkilən hündürlüyə vurmaq lazımdır. Yazın. Resul səsi bağla. Tərəfə çəkilən hündürlüyə vurmaq lazımdır. Deməli belə. Uşaqlar, bunu silirəm. Paralelogramın neçə dənə simmetriya oxu var görəsən? Kim deyər? Mənim 2 dənədir. Mənim 2. Deyil. Mən 6. Deyil. Mənim 3. Deyil. Yoxdur. Yoxdur. Mən 1. Mənim simmetriya oxu yoxdur. Ay sağ olun. Bir neçə nəfər dedi. Əhməd dedi, Xədicə dedi. Yoxdur uşaqlar, düz deyirsiniz. Yoxdur. Paralelogram, aferin sizə. Paralelogramın simmetriya oxu yoxdur ha. Yazın şərtdə. İndi gələn dərs necə soruşacağam? Deyəcəm misal üçün Zəhra Rəhimli paralelogram haqqında hər şeyi danış. Bütöv danışacaqsan. Nərmin romb haqqında danış. Bütöv danışacaqsan. Hamının haqqında olan məlumatları danışmalısınız. Yaxşı? Bütün fiqurlar haqqında. Vay cavab verməyənin halına. Deməli belə. Paralelogramın nə daxilinə, nə də xaricinə çevrə çəkmək olmur. Nə daxilinə, nə də xaricinə. Yazdıq? Müəlliməm, Bəli. müəllim tapşırıq eləyə də. Bəli, quzusu. Bir də bunu yazın. Nə simmetriya oxu yoxdur, nə də daxilinə, xaricinə çevrə çəkmək olmur, tamam mı? Mən balıq şəması yeməyə gəldim. Əvvəl. Ay sən, yaxşı. Nə xaricinə, nə də daxilinə çevrə çəkmək olmur. Necə? Baxın getdim. Yaxşı. Deməli belə. Paralelogramın qarşı bucaqları bir-birinə bərabərdir. Yazın. Paralelogramın səsi bağla Rəsul. Paralelogramın qarşı bucaqları bir-birinə bərabərdir. Paralelogramın qarşı bucaqları bir-birinə bərabərdir. Uşaqlar, bura 50 dərəcədirsə, öpürəm səni, Aylin. Ona şəkli mənə göndərərsən. Necə Səma? Mən dedim ki, kayıp balıq Nemo. Yaxşı da, bəsdirin. Deməli, qarşı bucaqlar bir-birinə bərabərdir. Bura 50-dirsə, bura da 50-dir. Zəhra, bilirsən qonşu bucaqların cəmi neçə dərəcədir? Hə, de. 180 dərəcə deyil. 180 dərəcə. Tamamilə doğrudur. Mənim 6-cı sinif Zəhram. Bilirsən sən qonşu bucaqların cəmi neçə dərəcədir? 180. Bəli, 180. Onda fikir verin. Bura 50 dərəcədirsə, uşaqlar, burada 130 Müəllim 180-lə 50-ni çıxırıq, qala gözüm. Tamam şeydir, qarşıdır, qarşılıqlıdır qonşu. Ben buna adına Bax, bezdim. qarşı demək, sənlə mən qabaq-qabağa baxırıq. O deməkdir, qarşı. Qarşı olanda bərabər oluruq. Qonşu olanda isə yanındakı. Yaxşı? Qonşu yanındadır, sağında solunda. Dərəcə olur paralelogram. Necə? Cəmi neçə dərəcə olur? Dörd bucaqlı deyil. Müəllim 360 da. 180. Deməmişik, dörd bucaqların daxili bucaqlarının cəmi həmişə 360 dərəcə olur. Yaxşı? Tamam. Deməli, qoçaqlar, indi gəlin davam eləyək. Misallar yazıram, misallar yazırsınız. Misallar. Siz için istədiyiniz adamdan soruşun. Yox, əl qaldırarsınız, bir tez deyərindən çıxar. Yaxşı? Ben şimdi aynı gələn dəsti bezləyəcək mən kameranı niyə açmadı? Açın kameranı. Yəni, onu gələn dərs dərdini çəkərik. Əlləri salın aşağı. Hamı əlləri salsın aşağı. Hamıya bir dənə sual verəcəm, elə çıxacaqsınız. Aha. Bala, əlləri salın aşağı. Rəsul səsi bağla. Mal saldı. Əlləri salın aşağı. Damla qızım, sən də sal əlləri aşağı. Qanatlar salındı. Nə oldu? Qanatları saldı aşağı. Yaxşı da Səma, gözlə. Deməli belə, uşaqlar, 3 deyəndə bu
Vay, benim balaca kızım da buradadır. Hoş gelmişsən quzusu. Hoş gördüm səni. Öpürəm səni çoxlu çoxlu. Mən də müəllim. Sən bir səni müəllim olmusan ki, belə açıq tağım. Yaxşı. Uşaqlar, səsləri bağlayın indi. 3 deyəndə əlləri qaldırırsınız. Yaxşı? Abala 3 deməmişəm. İndirin əlləri aşağı. 1, 2, 3 qaldırın. Qəşəng. Deməli, birinci Zəhra Rəhimli. Sən mənə de görüm. Paralelogramın deməli, qarşı bucaqlarından biri 70 dərəcə olarsa, digər bucaqları nə olacaqsa? Mən qarşı tərəfi 70 olacaqdı. Qonşusu? Qonşusu isə 40 olacaq. Dəqiq. 180 dərəcə. 180-dən 70-i çıxmalı deyilsən. 110 dərəcə. 110 dərəcə. Sən deyirsən 70-dən 70-i topladan çıxmaq istədin. Yox amma. Elə bil bucaqlardan biri 70-dirsə, qabağındakı da 70-dir. 70-in qonşusu isə 110-dur. Yaxşı? Bax, birinə cavab ver. Misal üçün, qarşı bucaqlardan biri 80 dərəcə olsa nə olacaq? 80 dərəcə, onun qarşı tərəfdə 80 dərəcə olacaqdı. Qonşu bucağı isə 100 olacaq. Aferin sən. Gedə bilərsən. Görüşərik. Sağ ol sən də. Sonra Zəhradan sonra görək kimdir? Birinci kimdir? Bıy, Məryəm Su. Məryəm Su, aç kameranı. Məryəm Su, paralelogramın eni 8 santimetrdir, uzunluğu 10 santimetrdir. Perimetri nə olacaq? Bir də deyin. Eni 8 santimetr, uzunluğu 10 santimetr. Mən 80. Perimetrini soruşuram. Kəmərə çaplayıb 2-yə vururdu. Bəli, cavab. 18 edir. Mən 18-i də 2-yə vuranda 36. Bəli, gedə bilərsən. Görüşərik. Sağ olun mən. Sağ ol sən də. Hələlik. Daha sonra kimdir sırada? Aylin Anarlı. Aylin, aç səsini. Aylin, paralelogramın deməli, bucaqlarından biri 120 dərəcə olsa, qonşu və qarşılıqlı bucağı nə olacaq? Müəllim, şusa 60 olacaq, qarşılığı da 120 olmayacaq. Düzdür, gedə bilərsən. Görüşərik. Sağ ol sən də. Səma Nəzərli. Səma qızım. De görüm sən mənə. Rombun tərəfi 8 santimetrdirsə, perimetri nə olacaq? Mən romb düzbucaqlı kimidir. Elə bil ki, siz Paxlava. perimetr soruşdunuz da, düzdür? Paxlava. Rom deyəndə paxlava yadınıza salın. Bəli. Burada biz düzbucaqlı perimetrindən eyni düsturu seçirik. Daha doğrusu 2 vurulsun, mörtəzədə A üstə B. Cavab istəyirəm. Deyirəm ki, rombun tərəfi 4 santimetrdir. Perimetr Hə. tap. Bir tərəfi 4 santimdirsə, perimetrində o bir tərəfi 4 tərəfi də bərabər olur axı rombun. 4 tərəfi də bərabərdirsə, o da 16 olur. Get, amma gələndərsə bunları qəşəng öyrənəcək. Ha. Bəli. Deyəm. Müəllimə təkcə ondan sual verirsiniz. Hamısından verirəm. Quzusu keçdiyimizin indi bugün keçdiyimizin hamısından. Yaxşı? Bəli. Nərmin kvadratın tərəfi 5 santimetrdir, sahəsini tap. Mənim sahəsini tapanda 25 eləyir. 5-5 vurur. Bəs paralelogramın bucaqlarından biri 70-dirsə, qarşılıqlı və qonşusu nə olacaq? Mənim qarşılığı 70 olacaq. Qonşusu da 110. Aferin sana, gedə bilərsən. Görüşərik. Sağ olun. Sağ ol sən də. Yeganəm, sıra səndədir. Yeganə, paralelogramın bucaqlarından biri 140 dərəcə olsa, qarşısı və qonşusu nə olacaq? Mama 4'e vuracaq. Nə danışırsan? Bucaq deyirəm nə sənə? Nə? Bayaqdan uşaqlar nə danışır yeganə? Yeganə.
Aç kameranı. Mamana zəng eləyərəm ha indi sənin. Aç kameranı. Tamam, bir dakika. Axırda səndən soruşacağam. Təkrarla qaydaları. Bugün keçdiklərimizi təkrarla. Deməli belə, Xədicəm, sən cavab ver. Bucaqlardan biri 140 olsa qonşusu və qarşılıqlı bucağın nə olacaq? Sesini aç da qızım, bağladı. Mən paralelogramı Bəli. Bucaqlarından biri 140-dırsa qarşılıqlı bucaq nə olur? mən o da 140 olur. Bəli, bəs qonşusu? Qonşusu Hə. mən 180-dən çıxırıq. Ay sal, 140-a çıxanda neçə qalır? 140-ı çıxanda eləyir 120. 130, 130. Xədicə, 180-dən 140 çıxanda 130 qalır. 180-dən 140 çıxanda. O 40 eləyir. Ay sal, canını alacağım. Ha, gene də səndən də soruşacağım hər şeyi, tamam mı? Yerli dibli. Tamam.